İndi qardaş soruşur ki, deyir ki, vitr namazını gecənin son namazı etmək lazımdır. Yəni bəli, yəni sən çalışmalısan ki, vitri gecənin sonunda qılasan. Nə qədər gecikdirsən, o qədər yaxşıdır. Amma deyək ki, sən vitri gecədən qılmısan. Gecədən qılmısan, yatmısan. Sonra durmusan. Namaz qıla bilərsən? Qıla bilərsən. Amma nə qədər qılırsan? 2 rükət, 2 rükət. Bəli, bir gecədə 2 vitr olmur. Bir gecədə 1 vitr qıla bilərsən. Ya əvvəlində, ya da sonunda. Amma deyək ki, əvvəlində qılmısan, sonra durmusansa qıla bilərsən. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Es-salatul leyli məsnə məsnə." Gecə namazı 2 rükət, 2 rükətdir. Sübhün girməsindən ehtiyat etsəniz, təkləşdirin. Amma sən əvvəldən təkləşdirmisənsə də artıq da o təkləşdirməyə etmirsən. Amma cüt-cüt qıla bilərsən ta ki sübhə qədər. Belə yaxşı olarmı ki, yəni vitri qılmaz saxla, sübhə bir yarım saat qalmış Bəli, saxlayırsan. ən gözəli odur. Ən gözəli odur ki, sən 2 rükət, 2 rükət namazlarını qılırsan, 1 rükət o təkləşdirmə vitri yoxdur, tək. Onu ən axırıncı namazı verək. Ən axırıncı onu qıl. Ən gözəli odur. Bax, məscidə hamımız gəlirik, məsələn. Evet. İbadət eləməyə gəlirik. Rəbbimizin önündə səcdəyə rüküyə gedək, inşallah bundan önce nə satlar. Orada danışmaq var, Bəli. dünya işlərindən. Bəli. Hamımız eləyirik o şey. Elə var ki, paslayan eləyir, elə var ki, az eləyir, az eləmir. Bu barədə istəyirəm. Bəli, qardaş. Bax, bu gözəl məsələdir. Bu məsələyə bir neçə dəfə də toxunmuşuq. Biz onsuz da bax, günün çox hissəsini ya evimizdə, ya işimizdə, gücümüzdə oluruq, düzdür? Qısa bir müddət olur məscidə gəldiyimiz. Saysaq sayılı dəqiqələrdir. Ona görə çalışmaq lazımdır ki, həmin o dəqiqələri boş işlərdən məşğul olmayaq. Nəsə bir söz, söhbət və s. adi şeylər, telefonda nəsə qurdalanmaq və s. Ondan sonra ən yaxşısı nədir? Allah'a zikr elə. Ya dua elə, ya Quran oxu. Ya 2 rükət namaz qıl, məsələn. Bir də var ki, sən nəinki vaxtını dəyərləndirmirsən, hətta həmən vaxtda Allah qorusun, lağmaça eləyirsən, lağ eləyirsən, söhbət eləyirsən, zarafatlaşırsan və s. O artıq sənin istər-istəməz o gözlədiyin namaz var, vaxtını gözlədiyin namaz. Həmən o namaza da təsir edir. Artıq sən o namazın içərisində fikrin həmən o zarafatda, həmən o söhbətdə olacaq. Allah qorusun. Və bununla kifayətlənək. Allah azza və cəllə bizə eşli faydalanırdı etsin. Allah azza və cəllə bizləri bağışlanan qullarından etsin. Allah azza və cəllə bizləri Peyğəmbər sallallahu aleyhi və səlləmlə birgə cənnətdə qovuştursun. Allahümme amin. Və subhanəkə Allahümme həmdik. Əşhədən la iləhə illə ən. Əstəğfirkə və tub ileyk.